O tank kimi qarşı alınma stili ilə rəqiblərini məhv edirdi. Amma mafiya ilə və xüsusən Al Capone ilə sıx münasibətləri boks fanatlarının yaddaşında onu əbədi olaraq qara izlə yadda saxlayacaq. Rocky Marciano yeganə məğlub edilməz ağır çəkili dünya çempionu. Hər bir döyüşdə qələbə doğru irəliləyən, rəqiblərini sarsıdan və qəlbini döyüş meydanında qələbəyə həsr edən adam haqqında bir hekayədir. Bir zaman kütlələrin istəkləri ilə deyil, həm də qətiyyətli iradəsi ilə döyüşlərdə zirvəyə yüksəlmiş bir insan. O boks tarixində bir əfsanə, məğlub olunmaz bir personadır. Həqiqətən də onun həyatı bir çox insanların motivasiya mənbəyi idi və triumf qazanmaq üçün böyük bir iradə ikonası idi. Rocky Marciano 1923-cü ildə ABŞ-ın Brockton şəhərində dünyaya göz açdı. Kiçik yaşlarında Marciano bir çox idmanlara böyük maraq göstərirdi. Xüsusən futbol və handbol kimi bir idman növlərinə və digər uşaqlar kimi inanmırdı ki, nə vaxt sonunda da boksa nəsə alına bilər. Amma onun həyatı dəyişəcək və taleyini əllərinə götürərək bacardığını eləyəcək ki, o əvvəlki kimi yaşamasın. Həmin an Marciano sadəcə boksçu deyildi, o bir ikona idi. O bir mübarizə əfsanəsi, yeni bir döyüş ustası və hər kəsin qorxulu bir düşmanı idi. Rocky Marciano'nun döyüşlərində yalnız texnika deyildi, hətta iradə, böyük bir iradə dayanırdı. O boks arenalarda qalibiyyətləri ilə deyil, heç vaxt təslim olmaması ilə tanındı. Döyüşlərində heç vaxt geri addım atmırdı. Onun əzmkarlığı və inadkarlığı onu hər dəfə bir yeni zirvəyə qaldırırdı. Döyüş meydanında qan içində olmasına baxmayaraq hər bir rəqibini məğlub edirdi, hər bir rəqibini mənəvi olaraq sındırırdı. Marciano'nun boks tarixində ən böyük rekordu məhz məğlub edilməz seriyasıdır, 49-0. Rocky 49 döyüş ərzində bir dəfə də olsun məğlub olmayıb. Bu ağır çəkililərin tarixində yeganə olaraq bir boksçuya məxsusdur. Ondan savayı Floyd Mayweather kimi boksçu da var, amma ağır çəkinin tarixində yeganə məğlub edilməz çempion məhz Rocky Marciano idi. Bu rekord heç kim tərəfindən təkrarlanmayıb və təkrarlanması biraz çətin məsələdir. Onun döyüşləri yalnız bir boksçunun fiziki gücü deyil, həm də qələbə əzmkarlığı, qələbə istəyi, sona kimi mübarizə aparmağı, belə bir faktorlar onun stilini tam olaraq xarakterizə edirdi. O yalnız döyüşçü deyil, motivasiya rəmzinə çevrilmiş bir lider idi. Marciano öz karyerasında bir çox güclü boksçularla vuruşurdu, amma onun da hər bir böyük çempionun karyerasında olduğu kimi, yəni şübhəli döyüşlər var idi. Misal üçün Rolandla Straza ilə ilk döyüş böyük bir şübhə altında idi və bir çox boks ekspertlərin fikrincə həmin qarşıdurmada Marciano qələbə üçün yetərincə əziyyət çəkmədi və Strazanın əlinin qalxması daha real idi. Amma revanşda Marciano bütün sualları bağladı. Bundan savayı Rocky'nin Ezzard Charles kimi əfsanəvi boksçu ilə qarşıdurması olub. Charles baxmayaraq ki, ondan aşağı çəki dərəcəsində idi, yəni faktiki olaraq, rəsmi olaraq onlar eyni çəkidə idilər. Marciano çox böyük bir problemlər yaradırdı və hətta Rocky onu yetərincə sarsıda bilmədi. Ezzard qabaq əllə çox yaxşı işləyirdi, Rocky-ni yaxına buraxmırdı və əks hücumlarla İtaliyalı monstru qarşılayırdı. İlk döyüşü Marciano hakimlərin qərarı ilə verdilər, amma bir neçə aydan sonra Rocky revanşını alır və 8-ci raundda əfsanəvi Ezzard Charles'ı nakauta salır. Böyük bir boksçu kimi Marciano əlbəttə ki, böyük atlarla vuruşmaq istirdi. Onun karyerasında ən pik dövrü, ən pik bir qarşıdurması məhz əfsanəvi tünd bombardirovşiklə, Joe Louis'la baş tutdu. Joe Louis tarixin ən yaxşı boksçularına sayılır və 25 qələbəsi var, yəni titulunu 25 dəfə qoruyub. Marciano həmin döyüşdə cavan idi, gənc və perspektivli bir idmançı idi. Amma Louis artıq karyerasının son etapında idi və qoca boksçu kimi sayılırdı. 8-ci raundda Rocky Marciano Joe Louis'i ağır nakauta salır. Qara dərili çempion
eks-çempion ringdən kənar yıxılır və referi döyüşü saxlayır. 52-ci ildə Rocky daha bir əfsanə ilə Jersey Joe Walcottla ringə çıxır. Eks-dünya çempionu onu knockdown salır. Baxmayaraq ki, hər kəs Rocky'dən inamlı bir qələbə gözləyirdi. Amma 13-cü raundda Rocky yaxşı bir məqam gözləyir və sağ hookla Jersey Joe Walcott'ı ağır knockdown salır və üstəlik də sol hooku əlavə eləyərək bir dəfəlik Walcott'ın işini bitirir. Əlbəttə ki, hər kəs revanş istirdi və növbəti döyüşdə Rocky bu revanşı Walcott'a verir. Amma çox qəribə bir döyüş baş tutur. Əlbəttə ki, çoxları anlamır ki, nəyə görə. Çünki Rocky knockdown salır Jersey Joe Walcott'ı və Walcott sadəcə hesabı qulaq asaraq diz üstə durur, amma qalxmır və referi döyüş saxlayır. Çox maraqlı bir mənzərə idi və bir çoxları hətta fikirləşirdilər ki, Jersey Joe bu döyüşü satıb. Və nəhayət axırıncı əfsanələrdən axırıncı at əlbəttə ki, Archimurdu, keçmiş dünya çempionu, yarım ağır çəkinin kralı. Əlbəttə ki, həmin dövrdə, yəni qoca Mangust artıq o deyildi, əvvəlki formada deyildi. Amma Marciano onu nokauta salır 9-cu raundda və artıq onun haqqında heç kim heç nə deyə bilməzdi, çünki Rocky istənilən rəqibi məğlub elədi. Marciano həyatı ringdən kənarda çox maraqlı idi və bir mənalı deyildi. Onun İtaliya mafiyası ilə yaxın olması, sıx münasibətlərinin olması həqiqətən də çoxlarının ürəyində bir xal yaradırdı. Əfsanəvi mafiyanın başçısı Al Capone ilə o çox yaxın münasibətdə idi və Capone hətta bildirirdi ki, o Rocky Marciano'nun fanatıdır bir boksçu olaraq. Ondan savayı Blinky Palermo və Frankie Carbo kimi kriminal avtoritetlər daima Marciano yanındaydılar və istintaq nəticəsində artıq məlum olmuşdu ki, İtaliya mafiyası həmişə Rocky'nin arxasında idi və onun qələbələrində böyük bir kölgə salırdı. Çünki bəzi döyüşlərin satılma olması artıq hər kəs üçün sir deyildi və əlbəttə ki, İtaliya mafiyası ilə yaxın dostluğu və onların sevgisini qazanan Rocky Marciano öz irsliyinə böyük bir ləkə saldı. Hər kəs onu yaxşı personaj kimi, pozitiv bir insan kimi tanıyırdı, amma bu cür münasibətlər artıq xalq tərəfindən sevilmirdi. Hətta bir sıra mənbələrin əsasən əfsanəvi Frankie Carbo artıq ölüm ayağında olanda Marciano'nun yanına çağırmışdı və son sözləri oydu ki, sən bizim fəxrimiz idin, həmişə biz səninlə fəxr edirdik. Bu sözlərdən artıq nəticə çıxartmaq olar ki, Marciano İtaliya mafiyası üçün nələr idi və nə idi. 1956-cı ildə Rocky rəsmi olaraq öz karyerasını bitirməyinə məlumat verdi, lakin onun irsi heç vaxt sönmədi. Karyerasını bitirəndən sonra əlbəttə ki, Marciano bütün böyük döyüşlərdə iştirak edirdi, hətta Məhəmməd Əli ilə, gənc Məhəmməd Əli ilə hipotetik bir fantastik döyüş yaratmışlar. Əlbəttə ki, kompüterlara əsas olaraq və həmin döyüşlərin çoxsunda Məhəmməd Əli qələbə qazanmış, amma bəzi versiyalarda Rocky Marciano əfsanəvi Əlini nokauta salır. Rocky 1969-cu ildə dünyasını dəyişir. Şəxsi təyyarəsi qəzaya uğrayır. Pis hava şəraitində pilot əlindən gələni elədi ki, təyyarəni endirə bilsin, amma bu əlverişsiz oldu. Iowa ştatına yaxın olaraq təyyarə enəndə düz ağaca girdi və əfsanəvi Rocky Marciano dünyasını dəyişdi, orada olan bir ekipajla. Rocky'nin adı həmişə boks tarixində silinməz bir iz olaraq qalacaq. O, bir mənalı personaj olmasa belə, yenə də çempion olaraq daima irəli gedirdi və son saniyə kimi mübarizə aparırdı. Onun stilindən, onun döyüşlərindən çox insanlar ilhamlanıb, çox insanlar boksa başlayıblar. Hətta əfsanəvi Rocky Balboa'nın personajı hardasa Rocky Marciano'nun stilindən ilhamlanıb, yaradılmışdı. Marciano daima boks fanatlarının yaddaşında yaşayacaq. Daima böyük bir
şəxsiyyət kimi, yəni əvəz olunmaz bir boksçu kimi yaddaşlarında qalacaq. Əfsanəvi İtaliyalı çempionun adı unudulmaz olaraq qalacaq. Çünki o döyüş meydanında deyil, həyatda da daim qalib gələn bir şəxsiyyətdir. Bu əfsanənin adı heç bir vaxt silinməyəcək. Bir zamanlar boks meydanlarında əsl güc ilə var olmuş bir qəhrəmanın simvolu olaraq qalacaq və Rocky Marciano daima bizim qəlbimizdə yenilməz, məğlub edilməz çempion kimi qalacaq.